Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Biz birinci hissə test toplusunda isbat məsələlərində qalmışdıq. Axırıncı dəfə 6 nömrəli məsələdə qalmışdıq. Qaldığımız yerdən davam eləyək. Deməli, ABCD dördbucaqlısı verilibdir. AB konkurentdir CD-yə, AD konkurentdir BC-yə. Bunlar isə uyğun olaraq tənbələnlərdir. Deməli, qarşı tərəflər bir-birinə bərabər olduğu üçün, yəni AB konkurentdir CD və AD konkurentdir BC olduğundan biz deyə bilərik ki, bu dördbucaqlı paralleloqramdır. Və paralleloqramın qarşı bucaqları bir-birinə bərabərdir. Yəni burada biz bucaqları alfa qeyd eləsək, yəni bucaq ABC bərabərdir 2 alfa və paralleloqramın qarşı bucaqları bir-birinə bərabər olduğu üçün bucaq ADC, bunların hamısı sözlə yazsaz daha yaxşı olar. Maksimum bal verərlərsə 2 alfa olur. 2 alfa. Bu bucaqlar isə bir-birlərinə bərabərdir. Yəni BY tənbəlin olduğu üçün BY və FD tənbəlin olduğu üçün o zaman bucaq ABY konkurentdir bucaq BYC-yə. O da bərabərdir alfaya. Eyni zamanda bucaq ADF konkurentdir bucaq CDF-ə. O da bərabərdir alfa. Yəni bunlar da alfa olacaqdır. Və bu tərəflər bərabər olduqlarına görə eyni zamanda da paralel olurlar. BC paraleldir AD-yə, AB paraleldir CD-yə, paralleloqram olduqları üçün. Və paralleloqram olduqları üçün demək, burada yaranan bucaqlar da çarpaz bucaqlardır. Buranı beta işarə eləsək, onda burada beta olacaqdır. Və sözlərlə yazmalıyıq ki, BC paraleldir AD, AB paraleldir CD olduğu üçün o zaman bucaq AB, yox, daha doğrusu bucaq BAAC konkurentdir bucaq ACD-yə. O da nəyə bərabərdir? Betaya. Uşaqlar, 2 dənə üçbucağa baxaq. Üçbucaq ABY və üçbucaq CDF-də. Hər ikisində alfa beta var və CD AB-yə nədir? Bərabərdir. Yəni, deməli, AB konkurentdir CD-yə. Eyni zamanda hər ikisində alfa olduğuna görə, yəni bucaq ABY konkurentdir bucaq FDC-yə və bucaq BAY konkurentdir bucaq FCD olduğu üçün bu hansı əlamətdir? Bax, buradan alınır ki, hansı əlamətdir? Bir tərəf və ona bitişik 2 bucaq. Baxın, CD tərəfi ona bitişik 2 bucaq. AB tərəfi ona bitişik 2 bucaq. Və hansı əlamətdir? Deməli, BTB əlamətinə görə üçbucaq ABY konkurentdir üçbucaq CDF-ə. Teorem isbat olundu. Keçək 7-ci suala. OC AOB bucağının tənbölənidir. Uşaqlar, tənbölən olduğu üçün bu bucaqları mən alfa işarə edirəm. Deməli, belə yazırıq. OC tənbölən olduğu üçün bucaq
B, O, C. Konqurentdir bucaq C, O, F-ə. O da bərabərdir alfa. Belə yazaq. Sonra və burada deməli hər ikisi 90 dərəcədir də. Bu da 90 dərəcədir, o da 90 dərəcədir. Və OY tərəfi də, OY tərəfi həm üçbucaq ODY-də, həm də üçbucaq OYF-də ortaq tərəf olduğu üçün mən belə sözlərlə yazıram ki, siz də orada isbat məsələlərini belə sözlərlə yazmalısınız. Olduğu üçün onda üçbucaq AODY konqurentdir üçbucaq OYF-ə. Uşaqlar, hansı əlamətə görə mötərizənin içində yenə yazıram. Bayaqki əlamətə görə BTB əlamətinə görə. Bu mütləq qeyd etmək lazımdır. Yəni, uşaq BTB əlaməti necə idi? Bir tərəf OY tərəfi. Ona bitişik 2 bucaq. Alfa 90. Digər üçbucaqda bir tərəf, yəni OY tərəfi, ona bitişik 2 bucaq alfa 90 bir-birlərinə bərabərdirsə, konqurentdirsə, onda bu üçbucaqlar nədir? Konqurent. Konqurent üçbucaqların da uyğun deməli tərəfləri bir-birlərinə nə olacaqdır? Konqurent olacaqdır. Yəni buradan da alınır ki, OD konqurentdir OF. Yəni OD hansı bucağın qarşısındadır? 90-ın qarşısında OD-dir və 90-ın qarşısında OD konqurentdir OF-ə. Əslində biz burada üçbucaqları yazanda biraz diqqətli olmalıyıq ki, hansı bucağın qarşısında duran tərəflər. Məsələn, bax birinci məsəl belə yazıq da, OD-yeni yazıramsa, o böyük bucaqda OD-yə bərabər olan tərəf hansıdır? OF-Y yazılmalıdır. Uyğun məsələn OD OF-ə bərabərdir, OY yəni OY-yə bərabərdir, DY də F-yə bərabərdir. Buradan da teoremimiz isbat olunmuş hesab olunur. Teorem isbat olundu. Keçək 8-ci suala. 8-ci sualda yenə tənbüləndir. Xarici bucağının tənbüləni onun tərəfinə paraleldirsə, xarici bucağın tənbülənində, məsələn, bura bir CY ilə işarə eləyək. Yəni, CY tənbüləndir. Eyni zamanda, CY paraleldir AB-yə. Olarsa, isbat eləməliyik ki, üçbucaq ABC bərabər yanlıdır. Bu isbat olunmalıdır. Yenə uşaqlar, bu bucaqlar tənbülən olduğu üçün bu bucaqlar bir-birlərinə konqurentdir və alfa ilə işarə eləyək. Buranı da hər hansı bir D ilə işarə eləyək. Deməli, yazıram. CY tənbülən olduğu üçün bucaq DCY konqurentdir bucaq YCB-yə, o da bərabərdir alfa. Hər ikisi alfadır. Və eyni zamanda uşaqlar, CY paraleldir AB olduğu üçün deməli, burada bu bucaqlar, bunlar paralel olduğu üçün burada yaranan bu bucaqlar çarpaz bucaqlardılar. Çarpazlığa görə bucaq YCB konqurentdir bucaq CBA-ya, o da bərabərdir alfa. Demək, burada alfa olacaqdır. Sonra üçbucağın xarici bucağı haqqında teoremə görə xarici bunların hamısını qeyd eləmək lazımdır.
bucağı haqqında teoremə görə axı biz demişdik üç bucağın xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Teoremə görə bucaq DCB bərabərdir bucaq, bu bucaqla bucağın cəminə. Yəni bucaq A üstə gələk bucaq B-yə. Bunun əvəzinə 2 alfa qoyuram. Bu alfadır. Avtomatik bucaq B nəyə bərabər olacaq? O da alfaya bərabər olacaq. Deməli, bucaq B-də alfa olduğuna görə, üç bucaq ABC bərabər yanlıdır. Teorem isbat olundu. Keçək 9-cu suala. Bunlar hamısı demək olar tənbələnlə bağlı suallardır. Eyni tip suallardır təxmini. 9-cu sualda nə deyir? Bucağın tənbələnin üzərində götürülmüş nöqtədən bucağın tərəflərinə perpendikulyarların bərabər olduğunu isbat etməliyik. Yəni ON tənbələndir. Biz isbat etməliyik ki, Nəyi isbat etməliyik? MN bərabərdir NK-ya. Bunlar da perpendikulyardır. Yenə uşaqlar, ON tənbələn olduğu üçün buranı mən alfa işarə eləyirəm. Mən yenə qeyd eləyirəm. ON tənbələn olduğu üçün bucaq KON konqurentdir bucaq MON-ə konqurentdir və onların hər ikisi də alfadır. Yenə burada ON ortaq tərəfdir. Necə ortaq tərəfdir? Deməli, həm üç bucaq OKN-də və üç bucaq ONM-də ortaq tərəfdir. Bu üç bucaqlar, deməli, 2 dənə üç bucaq var. Onlar bir-birlərinə konqurent üç bucaqlardır. Yəni OKN konqurentdir. İndi yenə deyəcəm hansı əlamətə görə. OKN konqurentdir OMN-ə. Uşaqlar, burada yazanda biraz diqqətli olmaq lazımdır. 90-ın qarşısında duran ON, burada da 90-ın qarşısında duran ONM bir-birlərinə, yəni bu bucaqları düzgün yazmaq lazımdır. Burada 90-ın qarşısında ON durursa, ON, burada da OM alfanın qarşısında duran tərəf KN-dir. Burada da alfanın qarşısında duran NM-dir. Bu üç bucaqlar konqurentdir. Hansı əlamətə görə mütləq onu qeyd etmək lazımdır? BTB əlamətinə görə. Baxın, biz demişdik ki, BTB əlamətində bir üçbucağın iki tərəfi, bu alfadırsa, avtomatik burada nə olacaqdır? Beta olacaqdır. Burada beta olacaq. Bir üçbucağın bir tərəfi, ona bitişik iki bucağı. Digər üçbucağın bir tərəfi və ona bitişik iki bucağına konqurentdirsə, bu üçbucaqlar artıq konqurent hesab olunur. Deməli, bu üçbucaqlar konqurentdir. Konqurent üçbucaqların da tərəfləri bir-birlərinə bərabər olacaqdır. Yəni alfanın qarşısında, burada alfanın qarşısında duran MN, o bir üçbucaqda alfanın qarşısında duran KN-ə bərabərdir. Teorem isbat olundu. Keçək 10-cu suala baxaq. 10-cu sualda ABCD düzbucaqlı üçbucağın daxilinə kvadrat çəkilmişdir. Uşaqlar, şəkildə çəkilən kvadrata bənzəmir, amma kvadratdır. Düzbucaqlıya bənzəyir, amma kvadratdır. Biz isbat etməliyik ki, bu deməli kvadratın sahəsi A-ya vuraq KB-yə bərabərdir. Nə edirik uşaqlar? Deməli, bu 90 dərəcədir.
90 dərəcədir. Burada 90 dərəcədir. Kvadrat olduğuna görə böyük üçbucaq da düzbucaqlı üçbucaqdır. Mən buranı alfa götürsəm, deməli üçbucaq A, B, C-də bucaq A olsun alfa. Bucaq B-də olsun beta. Burada olsun beta. Beta. Sonra axı biz bilirik ki, bura alfa olanda avtomatik burada beta olacaq. Çünki alfa ilə betanın cəmi 90 dərəcədir axı. 90 dərəcə. Bu üçbucaq da düzbucaqlı üçbucaqdır. Alfa ilə burada bir dənə 90 dərəcə varsa, bura alfadır. Avtomatik bura nə olmalıdır? Beta olmalıdır. Burada da bir bucaq beta varsa, avtomatik bura alfa olmalıdır. Onda üçbucaq A, Y, F-də bucaq A, Y, F bərabərdir beta. Üçbucaq D, K, B-də bucaq K, D, B bərabərdir alfa olur. Bu belə. Deməli, uşaqlar, biz BB əlamətinə görə, axın biz bilirik ki, bir üçbucaqda iki bucaq uyğun olaraq, o bir üçbucaqda iki bucağa bərabərdirsə, onda bu üçbucaqlar oxşardılar. Heç ona da ehtiyac yoxdur. Artıq mən bir üçbucağın, üç dənə bucağın yəni tapmışam da. Konkurent, daha doğrusu oxşar üçbucaqların üçbucağın üçü də bir-birinə bərabər olmalıdır. Onda üçbucaq A, Y, F oxşardır, konkurent demirəm ha. Oxşardır. Üçbucaq D, yeni beta ilə B, K-ya oxşardır. Oxşar üçbucaqların da uyğun tərəflərin nisbətləri bir-birinə nədir? Bərabərdir. Bu üçbucaqda betanın qarşısındakı AF-in, o bir üçbucaqda betanın qarşısındakı DK-ya nisbəti bərabərdir. Burada alfanın qarşısındakı YF-in, buradakı alfanın qarşısındakı KB-yə nisbətinə bərabərdir. Hələ ki, bunları yazıram. Deməli, uşaqlar, tənasübün xassəsinə görə bunları çarpaz vursaq, AF vuraq KB bərabərdir DK vuraq YF-ə. DK vuraq YF. DK vuraq YF haradır? DK budur. YF də budur. Bu da A-dır, bu da A-dır. Kvadrat olduğuna görə bu da A-dır, bu da A-dır. Burada S-i tapanda S bərabərdir A kvadratına. Bizə elə bu sahəni verəcəkmi? Deməli, S bərabərdir AF vuraq KB-yə. Deməli, teorem isbat olundu.